Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Bəli, biz hal-hazırda Xəbər-Ekspres.az saytının redaksiyasına yazılan müraciət, video görüntülü bir müraciət əsasında gəlmişik ki, Füzuliyə. Təbii ki, Füzuliyə gəlmək məqsədimiz Vətən Müharibəsi qazisinin şikayətidir. Gəldi ki, onu dinləyib və onun müraciətini çəkib və onun müraciətini dinləyib sizlərə çatdıraq. Əziz izləyicilərimiz, az öncə biz söylədik ki, biz Füzuli rayonundayıq. Füzuli rayonunda təbii ki, bir müraciət əsasında gəlmişik. 44 günlük Vətən Müharibəsinin qazisi Şahin Quliyev təbii ki, gəlib ki, bugün biz gəldik daha doğrusu onun evinə. Çünki onun Xəbər-Ekspres.az saytına birbaşa müraciəti var və vasitə olaraq biz bu müraciəti, bu informasiyanı lazımi orqanlara çatdırmaq məqsədi ilə təbii ki, biz yollandıq bugün Füzuli rayonuna. Və yanında Şahin Quliyev, Vətən Müharibəsi qazisi və onun atası Famik Quliyev. Hər birinizi xoş gördük. Təbii bugünkü gündə qazilərə diqqət qayğı təbii var, hər birimiz bilirik. Amma ki, kölgədə qalanlar da var. Mən istərdim ki, bir balaca informasiya verəsiniz ki, bugün sizin müraciətiniz, bizə video görüntü var, təbii ki, onlar hər biri təqdim olunacaq. Sizin müraciətiniz nədən ibarətdir? Çox sağ olun. Rüya xanım başda olmaqla sizə müraciət elədik, gəlmişsiniz. Bizim əsas müraciətimiz Cənab Prezidentədir. Cənab Prezident, bu 44 günlük Vətən müharibəsində mənim hər iki oğlum iştirak edib. Böyük oğlum yaralandığına görə balaca oğlum arxa cəbhədə olub. Sağ olun, siz diqqətinizə görə bilsəm həmişə sizə minnətdarıq. Ancaq sizdən artıq dərəcədə xahiş edirəm ki, yerli qurumlar başda alı müəllim olmaqla bu uşaqla bir daha maraqlanmadılar. Bugünəcən biz bu uşağın müalicəsini öz şotumuza, öz hesabımıza, qalxımızın malı, heyvanı satı müalicə elətdirmişik. Düzdür, bir il müalicə elədilər, bir il bu uşaq Türkiyədə yatdı. O vaxtacan yaxşı idi. Demək olar ki, bu uşağın müalicəsini dayandırdılar, öz hesabımıza elətdirdi, artıq gücümüz çatmır. Sizdən artıq dərəcədə xahiş edirəm ki, bizim bu uşağın müalicəsinə kömək eləyəsiniz. Hal-hazırda uşaq günü-gündən geri gedir. Əksinə bunda irəli getməyə heç ehtimal yoxdur. Günü-gündən də vəziyyəti çətinləşir. Biz dəfələrlə bu uşaq alının qəbuluna gedib qəbuluna düşə bilmir, bu uşağı qəbul eləmir. Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu uşağın müalicəsinə kömək eləyəsiniz. Axı, mən də bir valideynəm. Bugün bu uşağın 5 aylıq körpə uşağı var. Bunun o uşağı qucağına alıb bir dəfə səmmədi. Bu vətən yolunda olub. Təbii ki, vətən yolunda olana siz həmişə diqqətiniz, qayğınız olub. Nədənsə Füzuli rayon icra başçısı alı müəllim olmaqla bir dəfə olsun bu uşaqla nə maddi, nə mənəvi dəstək olmadı, yanına gedib qəbul eləməyib. Heç vaxtda qəbul eləməyəcək, eləmir də. Sizdən xahiş edirəm bu uşağın müalicəsinə kömək eləyəsiniz. Mən bir söz demək istəyirəm sizə. Təbii ki, siz Füzuli rayon icra başçısının qəbulunda oğlum olub. Olub bir dəfə olub, sonra qəbul eləməyib. Son zamanlar qəbul eləməyib. Bunu elə maraqlanır. İcra hakimiyyətinin yanına, Aliyevin yanına getdim ki, müraciət elədim ki, cənab başçı, səhhətimlə bağlı ailə vəziyyətimiz də yaxşı deyil. Müraciət elədim ki, xahiş edirəm, səhhətimə uyğun bir iş verin. İş vermədi. Sonra bir də təkrar gedən də məni qəbul eləmədi icra başçısı. Nə olaraq, cavab olaraq nə söyləndi? Cavab bildirmədilər. Çöldən içəri girə bilmədim. Qapının ağzından qaytardılar geri məni. Yəni icra nümayəndələri tərəfindən geri qaytarıldı. Bəli. Aliyevdə orada pəncərədən baxırdı. Bəli, məni çöldən qaytardılar geriyə. Siz iş istədiniz, yüngül və bugünkü gündə mən istərdim ki, elə bax bunu çıxaraq, bax bu formada. Yəni Alı bəy... Mən tankda yanmışam. Bəli. Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Aliyev qəbul eləmir. Hələ bədəni görsələsi deyir. Bədəni ondan qat-qat artıq yanıb. Tankda son dərəcə ağır yanan uşaqdır bu. Heç Alı müəllim var. Özümüz xəcalət çəkirik ki, biz Alının yanına gedib qəbuluna düşə bilmirik. İlk qəbulda, yəni nə vəd verildi sizə, nə deyildi? Onu bilmək istəyirəm ki, Alı bəy nə vəd verdi bir icra başçısı olaraq, rayon rəhbəri olaraq? Nə işi istəyirsən dedi,
Yəni dedi nə iş istəyirsən? Mən də dedim ki, işin fərqi yoxdur. Yəni səhhətimə uyğun iş verilsin. Yüngül var. Yüngül iş olsun da, çünki mənim yanıqlarım çoxdur. Mən 1 kilo, 2 kilo bir şeyi götürə bilmirəm. Səhhətimə uyğun bir iş verilsin. Dedi qaydasına qoyarıq, yoluna qoyarıq bu işi. Aha. O vaxtdan bu vaxta kimi 2022-ci ilin yanvar ayında getmişəm. İndi 2025-ci ilin may Və ayı. o vaxtdan da mütəmadi olaraq qəbula yazılmaq istəyirsiniz, görüş istəyirsiniz, bəli. amma görüş yoxdur. Bəli, son vaxtlarda bir dəfə getdim yanına ki, bir daha müraciət eləyəm ki, bəs cənab başçı, bir dənə yüngül iş, səhhətimə uyğun. Ya bir yer olsun, ver orada 5 qom bir stil satım, ailəmi saxlayım. Pensiyadan başqa mənim gəlirim yoxdur. 2-ci qrup Qarabağ qazisiya. Bundan başqa mənim gəlirim yoxdur. Bir daha buna görə getdim ki, 2 metr, 1 metr yer ver, orada 5 qom stil satım, ailəmi saxlayım. Yenə də məni qəbul eləmədi. Yəni o niyyətlə getmişdim, məni qəbul eləmədi. Rayon rəhbərliyindən əlavə başqa hansı haralara müraciət etmisən? Başqa heç hara, ancaq icra başçısına, birinci Füzulidən olduğuma görə Füzuli rayon icra başçısına müraciət eləməyə getdim, ən sonunda məni qəbul eləmədi. Sizcə mən bu vəziyyətdə harda işləyə bilərəm? Məni hara işə qəbul eləyə bilərlər? Özüm də gələcəyin əsgərim böyüdürəm. Yanmışam, mən bağırsağım da çöldə olub, qarnımı da göstərim. Yanıqlar çoxdur hələ. Yığıb tikiblər. Bu bir Çoxunu göstərə bilmirəm. Mənim hər yerim yanıqdır. Başım təmiz yanıbdır. Bu vəziyyətdə məni kim işə qəbul edir, kim işə götürər məni? Ona görə bugünkü gündə mən gedirəm icra başçısının qəbuluna, alayıb məni qəbul eləmir. Xahiş edirəm, köməklik göstərin. Əziz hörmətli millətim, bax bu günəcən bu uşağın hələ mən başımın qarım ilk dəfədir görürəm də, yəni bizə göstər. Gör nə qədər uşaq bezmiş ki, axırı özün göstərdi. Mən xahiş edirəm, nə bilim imkanlı şəxslərdən bu uşağın müalicəsinə kömək eləyin. Artıq bizi alı kimisinin qapısına getməsin. Bu günəcən qapımda malım olub satmışam. Heç kəsə müraciət. Son bu 6 ayda sənəti bu çəkilişə də göstərdim. Son 6 ayda mən 17.000 manat bu uşağın dövlətdən kredit götürmüşəm. Bunu ödəmək lazımdır. Mənim gücüm çatmır. Axı bunu mən eləməli deyiləm. Bu dövlət yolunda olub. Bu vətən yolunda olub. Namus üstü olub. Qeyrət üstü olub. Halbuki bugün bu uşağa baxan yoxdur. Xahiş edirəm bu uşağın müalicəsinə kömək olunsun. Bəli, mən onu qeyd eləmək istəyirəm ki, əziz izləyicilərimiz, artıq Famik bəyin söylədiyinə görə Alı Aliyev, rayon icra rəhbəri, rayon rəhbərliyi bu işə biganə yanaşır, belə deyək. Amma və siz artıq əlinizdə olanı satıb bu günə qədər bu günə zaman bəli. Yəni heç bir yerdən dəstək gəlmir. Heç yerdən 1 manat icra hakimiyyəti desin ki, 1 manat o uşağın müalicəsinə müraciət eləmişik ki, bu uşağın 1 manat desinlər, kömək eləmişim. Mən gedim onlardan üzr istəyim. Bax bu dediyim sözə görə. Və Yaşad fondundan biraz danışaq. Yaşad fondu düzü əvvəl olub, məsələn 2500 manat 2021-ci ildə kömək olunub. Sonra dəfələrlə müraciət elədik, dedi büdcəmizdə pul yoxdur. O vaxt uşağı 8 ay Türkiyədə kömək eləmişik, müalicəsini kömək eləmişik. İndi bizim imkanımız çatmır da, bunun müalicəsi pul aparandır. Mən də onlardan xahiş elədim, axı bu pulu cənab prezident ayırır. Bu uşağın müalicəsinə yönəldir. Bunun pulunu özünə xərcləyin. Sonra bizə dedilər ki, bizim imkanımız çatmır buna. Gedin nağarısız qalın, öz hesabınıza müalicə elətdirin. Bax bizə son kəlmə bunu deyirlər. Günü bax Vətən müharibəsindən bir dənə yeganə mənim oğluma qalan bax bu 3 dənə medaldır. Bunu da prezident ən yaxşı medallardır. Vətən uğrunda cəsur döyüşçü. Yəni bu medallara xahiş edirəm ki, bir qiymət verin ki, bax bu medalı qazanan oğlan bu günləri müalicəyə ehtiyacı var. Xahiş edirəm millətimdən bu uşağın müalicəsinə kömək olunsun. Prezidentimdən ki, bu uşaq artıq get-gedə geri gedir. Bunun müalicəyə bardasa 30 kilo arıqlayıb bu son zamanlarca. Ona görə yeyə bilmir, yaxşı qidalana bilmir. Bunun vəziyyəti günü-gündən irəli getməkdənsə geri gedir. Vallahi hörmətli millətim, bu uşaqla mən qabaq-qabağa çörək oturub yeyəndə ürəyim ağrıyır, yeyə bilmir. Baxıram, bir valideyn kimi gedirəm çöldə, hər pis olam, otururam, deyirəm bu nə vaxtacan bu uşaq belə olacaq. Axı bu uşaq vətən yolunda olub. Niyə bu günə qaldı bu? Heç bu dövlət bir dəfə bir nümayəndəlik maraqlanmadı ki, bu uşağın səhhətinə, bu uşağın bir müalicəsinə bizim köməyimiz lazımdır. Bunu valideyn eləməlidir. Tək mən gücüm çatanı elədim. Buradan belə eləyə bilmirəm ki, axırı mən bu vəziyyətə qaldım ki, müraciət eləyim. Bu uşaq ağır dərəcədə tankda yanan uşaqdır. Çox ağır dərəcədə. Bu hələ bədənin bir çox yerini tutanı göstərməyə. Bəli, əziz tamaşaçılar, mən bir söz demək istəyirəm və sonluqdur. Mən onu qeyd eləmək istəyirəm ki, biz bugünkü gündə Vətən müharibəsi qazisi Şahin Quliyevin vəziyyətini icra nümayəndələrinə, icra rəhbərliyinə, rayon rəhbərliyi və bəzi qurumların öhdəsinə buraxsaq, təbii ki, bu elə belə də davam eləyəcək. Amma biz siz humanist xalqımızın vicdanına buraxırıq və şəhri sizə buraxırıq və ümid edirik ki, bizim
uğrumuzda, bax bizə görə, vətənimizə görə, millətimizə görə, qeyrətimizə görə bax bu insan bu vəziyyətə düşüb və şərh sizdədir. Dəstəyi yalnız humanist xalqımızdan biz görə bilərik. Bəli, əziz tamaşaçılarımız, bax hal-hazırda yanımda 6 aylıq körpəsi, bizim qazimizin 6 aylıq körpəsi Hüseyn bala da bax buradadır. Hətta onu qeyd eləmək istəyirəm ki, öz evladını qucağına ala bilmir bizim Şahin, çünki ona gücü çatmır. Hətta bax mənim qucağımda o evladını ancaq sevə bilər. Çünki gücü çatmır. Yəni bax vəziyyət bu dərəcədədir və hər zaman evdə kimlərinsə qucağında olanda bax övladını oynadır. Mən bugünkü gündə övladımı qucağıma ala bilmirəm. Səhhətim ona yol vermir. Bu adam benim babam hey. Ağlama aslan babam, dert etme açar babam. Ara gün geçer babam hey hey hey. Bir kapıyı kapayan gene açar babam. Allah büyüktür babam hey. Benim babam mert adamdı. Mangal gibi yüreği, yufka gibi kalbi vardı. Hayatım boyunca ona özledim. Fedakardı. Bir dikili ağacı olmadı belki. Ama kendisi onuruyla yaşayan koskoca bir çınardı.